günləri midterm həftəsi artıq son tapmış oldu. Bugündən yanında Lamiyə var, bəli. Midterm həftəsi konkret olaraq son tapmış oldu və midtermləri son dedik. Bu arada burada Zəhra var. Zəhra çağır. Zəhra bu arada bizim falçı bacımızdır. Deməli, bu günləri sən otistik. Bu günləri siyasi fikir tarixi imtahanı verdi ən axırıncı dəfə və çox pis idi. Heç bəyənmədim. Lamiyə ilk dəfə bu qədər yaxşı hazırlaşmışdı imtahana. Heç yazamam. Necə yazdın sən? Mən cici sola düşdü, sistem düşdü. Necə düşdü o? Bir də şey düşdü, obyekt düşdü. Mən siyasi sistem düşmüşdü dostlar. Federasiya formalar. Qədim Romani siyasi fikri inkişafın tarixi. Bir də ki, məzdəklər hərəkət düşmüşdü. Məzdəkləri yazdım. Mən məzdəki ya da nəm 50 zat düşmədi. Bəxtim gəlmədi düşmədi. 50-ni bilirdin. Ne bilmirdim, mən oxumuşdum qəşəng. Mən o bilmirdim. Yaxşı düşmədim. Bana Zeynep xanım var. Zeynep Burada Uğur bu arada bizim broski. Neyse. Uşaqlar. Deməli, Zeynep xanım midterm həftəsi haqqında son ders var. təəssüratları. Baş sıfatıyla uzadan midterm de gitti. İlk midterm patımız yok. O neceydi? İlk Kasım patı. İlk Kasım patı, son Kasım patı, son Kasım ayımız, ilk Kasım ayımız. Neyse bakayım. Sıftıya kadar her şey normaldi. İlk kıtını bilmirik. Ama ona kadar her şey yaxşıydı. Ama ucu da gitti. Əlasılığa bay dedim. Bye bye. Uşaqlar, bəli, Uğur bəy, fikirlərinizi alın. Adını çəkmədim, İhtiyat müəllimimizin bir dənə qəşəng sözü var idi. Kəslərsiz. Midterm haqqında bunu deyə bilərəm. Kəslərsiz. Kəslərsiz. Neyse, uşaqlar, beləncə bir göz qaytarır. Şəvqət müəllimim haf tələbəsidir. Mən bu da gəlib mənim məktubu cavabı 15 demişdim, yıldır. mən səni Allah sevirəm. getdi 15 yıldır. Anladın? Deməli, başqa nə deyəcəkdim mən? Xidiyakı fullamışam bir dənə. O bilsəniz mən fullamamışam. 29, 29, 28 deyil. Bir dənə 28 var, o birisi hamısı 29-dur. Başqa siyasi fikir tarixini bilmirəm. Bir də ki, iqtisadiyyatı bilmirəm. İqtisadiyyatı fikirləşirəm ki, əslən 29-28 gələr. Səsim çox sıxır. Amma şeydir, siyasi fikir tarixində fikirləşmirəm. Siyasi fikir tarixini fikirləşirəm ki, 12, 22, 23 belə gələ bilər. I think that. Neyse uşaqlar, beləcək. Özümü sadanə istəyirəm. Yəni, təəssüratlarım bunlar idi. Bəli. Salam. Siz hər gün 8-15 dəqiqə qalmışından salamlayıram. Evet, uşaqlar bu günləri birinci növbə olaraq Asal xidmətdə ikinci günümdür. Və birinci gün hər şey yerim biraz pis oldu da yəni başlanğıcı yəni. Neysə. Amma bu günləri sizlərlə birlikdə ikinci günü okumağa çalışacağım. Çünki niyə də olmasın? Gittiğim yoldu, avtobusdu və s. Hara gedirəm və onu göstərməyi planlayıram. Amma fikrim sonunda heç bir video gələ bilməyəcək. Yəni game otağı və s. gəlməndən sonra. Neyse, hər şey salamat. Bəli, gəldim, çatdım. Lakin çox tez olduğunu hər keçərək bilmirəm aslında. Bura yenə də soyuqdur və içəriyə girəcəm. İçəriyə girəndən sonra tam olaraq buranı göstərə bilməyəcəm. Çünki yəni icazə yoxdur ona görə. Soyuqdur, içəriyə girirəm. Bye bye. Və uşaqlar, artıq kömlükdən xidmətim bitdi və çıxdım yəni. İndi evə doğru gedirəm. Bəli. Nəysə. Yeməyi zad yeməmişəm. Təbii ki, yəni. Hərək beləyəm. Neysə. Və uşaqlar, dediyim kimi indi avtobusdan da necə deyim, çıxdım elədim. İndi əslində evimə doğru getmirəm. Piyada keçidiyi üçün qabağa gedirəm və orada da təbii ki mağazaya girəcəm. Hər neysə, bugünkü mərzumuz asan xidmət planı idi.
Ben yani çok şahsen biraz necə deyim, yorucu olsa belə çok həzz alıram və çok sevdiğim bir necə deyim, işim mi diyeyim, körlüyüm mi diyeyim bilmem. İlk tabii ki bu. Ama çok sevirəm yani. Çok yaxşıdır, həddən artıq. Hər neysə. Bəli uşaqlar, asan xidmətdən sonra universitetə gəldim. Yəni, evdən sonra universitetə gəldim. Universitetdən sonra da tədbirə gedəcəm. Zeynəb xanım. Görə bilərsiniz Zeynəb xanım. Görürsünüz. Burada Əhməd bəy üz gülür ki, mən nəsə danışır. İlqar. Ayten. 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 Şabot dırnalan pisdir çünkü asan xidmət icazə verməmişimdir mən. İcazə verməmişimdir mən. Sonrası da ne olur? Ne var?